Herkese salam. Yepyeni gündən yepyeni bir video ilə qarşınızdayım. Liquor Story simülator oyunun 3-cü bölümündən. Bugün yeni lisenziyalar açacağıq. Vitrinlər açacağıq. Yəni mallar, içkilər sifariş verəcəyik. Oyunumuza davam edək. Hə dostlar, yeni bir gündən, yeni bir video ilə 526 dollarla oyunu başladıq. Çox gözəl gündür. Hər şey çox yolundadır. Çox gözəl irəliləyirik. Oyunumuzun bu yerində bir dənə bəyənmə atsanız videomuza şad olaraq. Fikirlərinizi qeyd etmək bizim üçün çox önəmlidir. Elə isə başlayaq. Bismillah deyə içəri daxil olaq. Saat 9-dur. Vitrin marketimiz çox bərbad gündədir. Bura bir əl gəzdirmək lazımdır. Burada olan artıq qabları məncizi bilə atmaq lazımdır. Artıq paketləri bir saniyə hamısını atıram zibilə. Bizim məhəllənin əziz sakinləri bizim marketimizin, mağazamızın açılışını gözləyir. Ona görə biz daha sürətli olmalıyıq. İnsanlara xidmət üçün daha sürətli hərəkət etməyimiz vacibdir. Daha tez hər şeyi yerinə yetirməyimiz daha yaxşı olar. Hə, belə. Var da ataq zibil qabına. Çıxsınlar, geçsinlər həyatımızdan. Bizim marketimiz təmiz, səliqəli, düzgün yerində olmalıdır. Burada 3 dənə bizim pivələrimiz var. Bunları yerləşdirək rəfə. İkisi qaldı. İkisini qoya bilmirik. Qoya bilmirik. Evi yoxdur. Başqa sıra yoxdur. Başqa burada sıra var. 2 dənə. Evdə atmayaq. Zibilə israfçılıq olmaz. Burada bu paketdə ataq zibilə. Biz yeni lisenziya atmalıyıq təcil olaraq. Yaşıl pivə. Yaşıl pivəni yerləşdirək bura. Bunu da yerləşdirək bura. Artıq sən bizə lazım deyilsən. Daxil olaq bura. Oyunumuz necə gedir? Fikirləriniz çox önəmlidir. Zəhmət olmasa fikirlərinizi qeyd eləyin. Biz də oyunumuza davam eləyək. Bundan sonra hansı oyunu oynayaq, hansı oyunu çəkək, mütləq qeyd eləyin. Hə, gəldik belə lisenziya. Lisenziya açaq. 2-3 dənə lisenziya açmışıq. 3-cü lisenziyamız nə idi? Yadımdan çıxıbdı. Fiyatlardan nə aldıqlarımız məlum olar. Hə, bunlardı, başa düşdüm. Biz 4-cü lisenziyamızı açmalıyıq. 350 dollar. Wow, olsun. Aldıq. Marketimiz üçün xeyirli olsun. Qiymətlər. Şampan zad gəlib bura, şərab. 15 olmaz, 17 olsun. 16 olsun bunun qiyməti, 16 dollar. Burada beyaz çaxır var, şərab var. Burada 17 olsun. Bu nədir bilmirəm. Anlayışım yoxdur. İçkilərdən çox aram olmadığı üçün dəqiq bilmirəm nədir, nə deyil. Hə, bax bu da belə getdi. Biz indi nə etməliyik? Mal sifariş verməliyik. Mal sifarişə 176 dollarımız pulumuz var. Amma bizim rəfimiz yoxdur. Bu çox pis xəbərdir. 72 dollar. Bu ikisi bizim 134 dollarımızı aldı. Ekipman ala bilmirik. Cipsi paketi ala bildik mi? Ala bildik. Hansından alaq bilmirəm. Ona görə bir marketimizə baxsaq daha yaxşı olmazmı? Məncə daha yaxşı olar. Baxaq, bir dənə boş rəfimiz var. Burada bir dənə bax, bu bir dənə bu one up yer tutur. Bunu götürüb qoya bilmirik indi ora. Çox xeyir. Salam gözəl xanım, necəsiz? Sizə də salam, hamınıza salam. Xoş gəlmişsiniz. Gələcəksiniz daha doğrusu. Bu maşın istəyirəm. Heyf ki, bu maşını alıb sürməyə olmur. Çox həyəcanlı olar. Bunu alaq gətirək, yerləşdirək rəfimizə. Artıq qaldı. Bunu yerləşdirək bura. Gedək o birisi içkimizi də alaq. Bu da çaxırdır, nədir bilmirəm. Nəysə, bunu da yerləşdirək bura. Marketimizi açıq elan edək. Açıldı. Gəlin ay müştəri, gəlin. Sizin mağazamızda görməyə şad olarıq. Ay. Belə işte.
Zənn edirəm məsələn payız aylarıdır, yarpaqlar belə səpilib. Gözəl bir gün, gözəl bir şəhər. Markemiz, mağazamızda bizi kassaya çağırır müştərimiz. Gözəl bir xanım bizi səsləyib. Şadlıqlar. Xanım, mən niyə Allah'dırsa, bax bu kimin pasportudur? Ərində kimdir? 2004-cü il. Karen. Olmaz. İçkinə aldıq, atdıq səbətə. Olmaz, sağ olun. Olmadı. Niyə? Çox təəssüf edirəm. Polis. Adam bəy, sizi yeni görürəm. Randy. Bugün sürətli şəkildə alış-veriş edib müştərilərimizi sürətli şəkildə yola salmağa fikirləşirəm. Daha çox lisenziya, daha çox məhsul almağı fikirləşirəm. Lorena xanım, təşəkkür edirəm sizə. Yenidən marketdə görməyimizə sizi şad olarım. Təşəkkürlər bəy. Müəllim. Bizim gör nə şanslı mağazamız var ki, bizim mağazamızda belə gözəl xanımlar dəvət buyurur. Bizdən alış-veriş eləyirlər. Şad oluruq sizi görməyimizə. Buyurun, buyurun. Victoria xanım. Sağ olun. Andrea xanım. Təşəkkürlər. Təşəkkürlər. Frederick. Siz də sağ olun. Buyurun. Bizim boş olan rəfimiz var. Tez ora. O Dayday nədənsə şikayət elədi. Bilmirəm nədən şikayət elədi. Çox tez gəldi. Ruby. Təşəkkürlər Ken dayı. Ken əmi. Ken baba. Baba Ken. Təşəkkürlər. Sənin aldığın ərzaqlar hana, məhsullar hana? Əlində yoxdur. Silinə qoydun apardan. İçki mağazasıdır bura. İçkiləri yadına bilən bilir. Kimsə alıb aparanda qoyar yan cibinə. Ya da qara paketdə aparar. Viktor. PUBG-dan yazmışlar Viktor. Təşəkkürlər. Dostlar, PUBG oynamağımızı istəyən var. Bahalı. Nədir bahalı? Bizim heç bir məhsulumuz bahalı deyil. Səhv salarsınız. Taxta yeşiyimizi ataq zibil qabına. Gəlirəm. Əmi, gəlirəm. Səbirli olun, gəlirəm. Onu da ataq geçsin. 342 dollarımız. Çox sürətli irəliyirik. Müştərilərimiz icazə versəydi, biz məhsul sipariş verərdik. Nə verərdik? Bizim o Pepsi, Vanapımız heç biri qalmayıb. Malzeme alkolsuz Vanap bundan qalmayıb. Yəni su. Sonra bunlar bilmirəm var yoxdur. Bunlar gəlsin. Ekman. Yəni ekman sipariş verirəm. Sən də alan prosto kamyon dolu oldu. Sadəcə kamyon dolu olduğu üçün qəbul eləyə bilmirik. Ona görə sürətli olmağa çalışaq. Sularımızı yerləşdirək. Görürsünüz, bir dənə suyumuz qalıb. Qalmayıb, bilmirəm. Qalmayıb. Vanap. Vanap səni hara yerləşdirim? Baxdı səni yer təəssüf edirəm. Qal burada. Burada nəyimiz var? Vanap. Vayda, yəni Vanap. Hər tərəf Vanap. Sən də Vanap. Hayır, sən də Vanap. Yox deyirimiz. Hara yerləşdirək? Bundan da yox. Vayda, var. Al. Burada boş yerimiz var. Geçbil qabına. O eyda marketimizdə sıxlıq yaranır. Çox gözəldir bu sıxlığı görmək. Gəldim.
Nil dayı, Nil dayı. Sağ olun. Mil. Sağ ol Mil. Mil qadın adı değil. Mil. Hansı kinoydu? Hansı kinoydu? Klon serialı. Lucas'ın qızı Mil. Xatırlayan oldu. 2006-cı il. 19 yaş eləyir də. Çox təəssüf eləyirəm. Birləşkini. Vay be yakalandı. Nə bilmişdim. Yakalanacaq adam da. Ha, bax belə işlər. Bizim burada nəyimizsə azalıb. Nəyimiz azalıb? Nəyimiz azalıb? Nəyimiz? Sən qal burada. Rəf almalıyam. Bizim pulumuz 400. Sadiq xanım. Buyurun sizə məhsul satmadan sadaq. Saat 8 olur. Fiyatlar, malzəmə. Bir dənə bundan, iki dənə bundan, iki dənə bundan alaq. İki dənə təcil. Kamyon başqa bir işləmir. Kamyon bizi yola salmamışıq, öyle mi? Aycan, necə yadımızdan çıxıb. Gəl kamyoncu qardaş, sən get təcil olaraq. Sən yerləş bura. Sən qal hələ ki burada tez bir şəkildə gələm. Kamyoncu gətir bunlara 2 ədəd bizə rəf lazımdır. Müştərilərimizi də eyni zamanda sürətli yola salmalıyıq. Bilgi, hoş getdiniz. Buyurun. Marion xanım. Çox gözəl şalvarınız var. Pəmbə. Buyurun. Maşınımız gəldi. Çıx. Heyecanlanma. Amik heyecanlanma. Al bunu. At paketi. Necə yerləşdirək bunu? Belə yerləşdirək burada. Ay sağ ol. Belə. Marketimizi bir fərqli üslubda. Şəbəkələr var abi bizdə, market şəbəkələr. O üslubda yığmağa fikirləşirəm. Ayda bunu alayım. Bunu yerləşdir bura. Gəldim. Salih. Allatmaq olmaz. Bax indi 31 müştəri yola saldıq. 248 dollarımız var. Çox gözəldir. Gün başlamamızdan əvvəl biz nə edəyik? Biz aparıcı boş olmalı. Bunu ataq. Ataq geçsin. Bir səliqəyə diqqət edək. Eyni zamanda sürətləndiyimiz üçün də səhvlərə yol vermək istəmirəm. Bir dənə qalıb səndən. Geçsi bir qalmaq istəmirəm. Tak, belə. Nə edəyik? Nə etməliyik ki? Məhsul sifariş verməliyik. 2 dənə rəfimiz var. Gəl. Nə verək? Bunlardan var. Bunlardan gətirmişik. Bundan gətirməmişik. Səhv eləmirəmsə Salte'dən. Şöyle də biralarımız var. Şərablarımızdan yoxdur. Səhv eləmirəmsə yoxsa var. Bunlardan almışdıq. Bunlar qalsın. Bu yoxdur. Bunları alaq. Bu büdcəmiz yetmir, eləmi? Wow, bu çox bahadır. Bəs bunları çıxarsaq, biz də bundan 2 almışıq. Ay səni. 248 dollar. Yaxşı, onları yenidən sifariş verək. 228 dollar gəlsin. Kamazımız, kamyonumuz, bana adı nədir gəldi. Bizə qəşək çaxırlar gətirib, təzə çaxırlar harada olmalıdır burada. Çaxır olsa orada olar. Sonraki məhsulumuz, bu da çaxırdır. Bunu da yerləşdirəyim onun altına. Səndən onun çox elə fərqi yoxdur, sənə atmıram. Depoya götürmək baş ağrısıdır, orada qoymaqdansa qoy bura geçsin. Hansız müştərilərimizə mane olun. Nədir? Şampana oxşuyur. Şampan düzəlməyirəm, 16 dollar.
Bu nədir? Məlum məsələdir. Bu Pepsi'yə oxşayan sularımızdır. Bunlardan az alırlar. Amma eybi yoxdur. Yəqin ki, qiymətini baxır qoymuşam ona görə. Bax, bu yaxşı məhsuldur. Doldururuq kasayı, 4-ə də satırıq. Yaxşı qazanc əldə edir bunu. 2 ədəd qaldı. Qalsan burada. Sonra nəyimiz var? Kartof çipsimiz. Kartdır. Sən yerləş bura, sən də yerləş bura. Səndən 3 dənə qaldı. Bəlkə buraya yox. Yox da, neyəcəyik? Rasad deyil, o deyil. Hepsi. Artıq yeter, amma bizim niyə kas şeyimiz boş qalsın? Rəflərimiz niyə boş qalsın ki? Rəfləri pulunu dolduraq. Nə qədər çatır? Gücümüz dolduraq. Pulumuz onsuz çox az qalıb. Sən də gəl bura. Sən də gəl bura. Marketimizi açaq. O sırada nə sipariş verək? 7 One Up bundan var, bundan var. Pilədən var. Bunlardan az qalıb. Eybi yox. Yenə də var. Su az qalıb. Məncə bir paket su alsaq razı qalarıq. Bir ədəd su. Sonra bundan. Sonra bunlar bizim əlimizi. Bunlar artıq bizim əlimizi yandırır. Bu ürün alınmasın yetərli paran yox. Niyə 26 dollar? Yaxşı, onda qazoz apdan çıxaq. 17 dollar. Bizim müştərilər niyə çağırmır bizi? Niyə gəlmir? O müştəri sıxlıq yaşanır marketimizdə. Bu da çox gözəldir. Bir dənə suyu yerləşdirək ora. Gələm. Sən qal burada. Gəl görün Pepsi oxşayan. Yox. Sən Fanta oxşadıblar. Fanta oxşayan. Ay maşallah. Həmişə sizi görməkdə şadam. Buyurun, gedin. Simon Bey. Nə ziyafətdir belə? İndi. Mən satıcıyam. Nə ziyafətini eləyirsinizsə sizə nuş olsun. Sözüm yox. Biraz sadəcə satıram. Oo, müştərilərə bax. 4-3 daxil oldu. Bil. Debil. Olmaz. Bax. Attım onu ora. Bax, puldan getdi. Nədən getdi? Hara getdi o bilmirəm. O oyunun məncə boşluğudur. Olmasa daha yaxşı olardı. 19 yaşında Kangal olmadı. Olacaq. Jim Kitaydan bizim müştərimiz var. 21 yaşında. 21 yaşa məncə satış eləyirdik. Dayı, sən bizim həmçək müştərimizsən. Bu sənə deyil. Sənə də yola salaq. Ya bu sənə imtina verirəm. Getdən uğurlu olsun. Vay be. Kim? Vay be. Sən də vay be de görüm. Olmadı. Bir dənə. Hayda. Bir dənə qaldı. Bir dənə su asanın olacaqdı. Grey. Yeri. 22 yaş. Maşallah müştərilərimiz marketimizi, mağazamızı, ərzaqların hamısını alırlar, bitirmək üzrədirlər. Çox yaxşı bir şeydir. 345 dollarımız var, amma biz az qazanırıq. Çox az irəliyə gedə bilirik. Ona görə məqbul qalan biraz zam gətirəm, biraz artım eləyəm. Neyiniyək? Biz də qazanmalıyıq da. Dayı, elə deyil. Biz qazanaq ki, sizə xidmət eləyək. Biz xidmət eləməyimiz üçün bizə para lazım, pul lazım. Axır ki, sən boşaltdın. Dostlar, necədir oyun? Bura kimi izləyən hər kəsə ayrıca təşəkkür edirəm. Bax, bana bax, Allah gəlmək istəyir. Bizə ziyan verdin sən. 500 dollar, 550 dollar da alış-veriş elədi.
64 dollar. Ha, günorta vaxtıdır marketimiz çox azalıb. Nədən sifariş verək? Pivələr sifariş verək. Kartof çipsi sifariş verək. O sularımız var. Bundan var, ondan var. Saxırlar sifariş verək. Təcili olaraq beynim yandı. Beynim yandı. Nə sifariş verirdik? Bundan bir ədəd sifariş verək. Bir ədəd bundan sifariş verək. Bunların arasından bir ədəd sifariş verək ki, bizim hər şeyimiz yeri yerində olsun. Artıq yetər. Gəlsin kamazımız. Ona kimdə biz tez müştərilərimizi yola salaq. Sürətli, sıra sıra xanım, sıra sıra teresi. Sıra sıra Junior. Səni çakalsan. Baxın. Gəl. Siz gözləməli olasınız. Oy. Nədir bu? Bizim göy pivələrimiz. Bundan nə qədər var. Hər yer bundan da. Qal sən burada. Qal elə canın çıxsın orada. Qal. Nədir? Bundan görməmişdim. Görmüşdüm. Yox. Bundan yerləşdirək bura. 2 paket. Deyirəm necə də aydın şəkildə qoyublar. Bu gələn paketlər var ha. Bu nədir bu? Pivəni yerləşdirdiyimiz qab. Onu çeşitli fasın qoyublar ora. O da kalitəli keyfiyyəti artıq göstərir. Sən olmalısın. Sən olmalısın. 2 dənə qaldı. Ev yox, atmayaq. Ooo. Görək nə qədər sıramız yaranır. Səni də yerləşdirək sənin çünki yoxdur. Bizim müştərilərimiz çox az gözdür. Marketdə nə varsa hamısını alıb aparırlar. Əlbəttə ki, bu bizim faydalıdır, bizə xeyirlidir. Gəl görümsən bura. Gəl sən də bura. 2 dənə qaldı. 3 dənə. Nə etmək olar? Pepsilərimiz var. Pepsilər bitirmişlər. Aferin sizə. Al. Nə bu qara pivədir eləmi? Gəl sən də yerləşdir bura. Yerləş. Getdin. Baxaq sıraya. Vay sayıram. 1, 2, 3, 4, 5, 6, 7, 8, 9, 10 sıra. Aycan, nə gözəl. İlk öncə gözəl xanımları yola salaq. Petis. Özünüz çox qəşəngsiniz, amma adınız deyə bilmərəm. Victoria xanım, siz də gözəlsiniz, sizə də sözümü. Sən yox, sən iyi biləcəksən, sən get buradan. Sopian. Sopians nəsindən? Fiona xanım. Axınla şirək gələnlərə salam olsun. Bobby. Elton. Ement. Roblox. Saxtakar. Terry. O 41 müştəriyə xidmət eləmişik. Yanlış bəlgəmiz yoxdur. Hər şey axarındadır. Səhv eləmirəmsə 9-cu gün yekunlaşdırdıq. Keçdik 10-cu günə. 600 dollarımız var. Biz 2 dənə rəf sifariş verək. Biz rəf görməmişik. Ancaq rəf sifariş veririk. Yüksəltməli ekman. Rəf. 2 dənə rəf. Yox, bir dənə rəf bəsdir. Bir dənə rəf gəlsin. Sonra nəyimiz var idi? Bu gələn kimi lisenziyalara baxaq. Axırıncı lisenziya 500 dollar.
Bu lisenziyanı alsa bilmək, alqasız tam sürümdə kullanılmaz sunulacaq. Tam sürüm deyil ki, bu başa düşmədim. Neyse. 500 dollarlıq 500 dollarlıq lisenziyanı inşallah indi açacağıq. Deyəsən bu final bölüm olacaq. 500 dollarını açsaq sattıra bilərikmi bugün? İnanmıram, zənn eləmirəm. Ona görə yerləşdirək, əlimizdə heç bir məhsul qalmasın. Marketimiz dolu olsun, dolu. Gələn sən ondan deyilsin, sənə yaxşı yerləşdirək bura. Məncə bugün çox xeyli pul qazanacağıq. Ümid varam. Sən bundan deyilsən. Ay, mən sizə bilmirəm. Yaxşı, gəl bura. Onsuz səbət qalmışsa inşallah müştərilərimiz səndən alış-veriş eləyər. Sən Allah. Səndən var. Ay, səndən çox az satılar. Paldark. Neyse, 455 dollarımız qaldı. Marketimizi açdıq. Müştərilərimizi gözləyirik. Saat 9-dur. İlk müştərimiz daxil oldu. Bu çox sevindirici xəbərdir. Gəl, ay müştəri. Gəl, ay müştəri. Gəl, sən də gəl. Hamınız gəlin. Maqnit kimi gəlin bura. Gəlin, istiyay. Yaydı. Sərin payız fəslində alınmadı. Neyse, gəlin. 40 manat. 40 manat gəlin götürün. Robi, səni ilk dəfədir görürəm. Və bundan şadam ki, sən bizim marketi seçmirsən. Teşekkür olsun. Sağ olun. Keyfim. Getdi. Şimdi bunu verdim haraya haçsarı. Animasiya haraya getdi. Verdiğim ərzaq haraya getdi. Chipslər yekunlaşdırırlar. Mənim lisenziyalarım açılmalıdır. Lisenziyalar oyunu istek listesine ekle. Oynamaya devam et. Oynamaya devam edirəm. Bunu aldıq. Malzemələr. Alkolsuz bunlardan yoxdur. Bunların hərəsindən bir ədəd sifariş verirəm. Bunlardan sifariş verməyəcəm. Bundan sifariş verməyəcəm. Ooo, likör. Viski. Likör viski. 100 dollar. Ayda pulum çatmır buna. Alma. 52 dollar. Bir də bundan al. Biz daha real səviyyə keçdik. Get də. Get, çox müştəri gözləyirsən burada. O, Sara. Teşekkürler Sara. Bizim market seçtiğiniz ve bizden alışveriş ettiğiniz için size de teşekkür ederim. Diana. Ay, sağ taşlar. Ne bak. Bugün fırıldaktı. Müşterilerimiz sefere şansını denerim. Denersen. Bu oyunun final edirik bugün dostlar. Bu oyunun belki. Bu oyunun finalı oldu bugün. Növbəti gün yeni bir oyunla qarşınızda olacağım. Yenə də bəyənməyi unutmayın. Çünki bütün lisenziyaları aldıq. Və biz o necə oldu? Hara getdi o? Lisenziyaları aldıq və tequila viskini açdıq. Onların da satışını eləyib sizə göstərib. Bu biznesdə necə qazandıq, necə irəli getdik hamısını sizə göstərəcəm, amma çatdıra bilməyəcəm. Vaxt da çox gedir. Bəlkə yanlış kontrol etdim. Vay be. Çox təəssüf edirəm. 130 dollar. Bizim biraz pulumuz biriksin, biraz yığışsın.
Pulumuz yığışsın və gün bitsin, oyunumuzu bağlayaq. Heç bir şey sifariş verməyəcəm, ancaq yox, bəlkə verəm. Günümüz var. Orada bizim yüksəltmələr, fiyatlar, malzemələr. Bizim orada şərablardan tükənmək üzrədir. Bunlar bizə yetir. Burada biz bir dənə tequila sifariş verək 100 dollara. O 244 dollar. Başqa kamyon məşğul evi yox. Gedək onları gətirək. Dedim onu görərdik, görə bilmədik. Onları hara qoymuşsan əmi? Biraz onları aşağı yerləşdirsən. Nə olacaqdı bəyəm? Bizim o marketdən bağlı xəyallarımız var idi. Böyütmək, böyük hala gətirmək. Çox təəssüf ki, xəyallarımız gerçəkləşmədi. Oyun çox qısa imiş. Oyunun full versiyası, full sürümü, full variantı yoxdur. Bəlkə də çıxacaq, gələcəkdə çıxsa daha yaxşı olar. Yenidən çəkərik, amma bu günlük bu oyuna final deyirik. Artıq mən də qərara gəlməliyəm. Bu gün final mı deməliyik, yoxsa növbəti oyuna mı keçməliyik? Mən bugün bu oyunu final eləyəcəm. Vəsiyo, qərarımı verdim. Getdik. Ah, fark edildim. Biraz pulumuz yığılsın. Bax, belə müştərilərimiz olsa bizim çətin pulumuz yığılar. Seri gəl. 249 dollar sadəcə oydu. Orada bir viskin qiyməti idi. 330 dollarımız var. Gerək o viskini də alaq, görək o necə olan şeydir. Bəlkə likör alaq öncə. Likör marketimizdir bizim. Likör alaq. Sifariş verək. 200 dollarımız qaldı. Bir dənə də bunu alaq. Viskini. Ay, kamyon məşğulaymış. Niyə belə səhvlərə yol verirəm? Özüm də əsəbləşirəm. Bunu alaq. Çox keyfiyyətli, möhtəşəm görüntüsü var. Bu altına baxın. Bunu yerləşdirək ən yuxarı. Bunu da yerləşdirək bura. Çox qəşəng. Ona qiymət müəyyən eləməmişəm. Amma ondan qazanımız çox olacaq. 6. Siz gözləyin burada. Mən onu ucuz satmaq istəmirəm. 40 dollar. Vururam 50 dollar. Likör 25. Vururam 30 dollar. Nədir, bəyaz şərab, bunu qaldırmamışıq. Vururam 20 dollar. 35. Vururam 40 dollar. Biz də qazanmalıyıq. 16 dollar. Bunlar hamısı qaydasındadır. Bunu da qaldıraq. Gözdən qaçan yəqin ki, heç bir şeyimiz yoxdur. Məhsullar bahalaşdıqca qiymətlər də yüksəlir. Alisyon. Təşəkkürlər, Emilia. Emilia, bu şəhər çox bahadır, amma siz bu bahalıqda çox möhtəşəmsiniz. Veykal. Beyran, siz də yola salın. Siz də yola salın, doğru gəlmişsiniz. Buyurun, siz də gedin. Sizə də nuş olsun, sizə də nuş olsun. Tak, Barbara. Barbara. Santa Barbara. Holland. Bax, bizim marketdə belə gözəl xanımlar görmək. Donna xanım. Maşallah, çox qəşəng. Daha demirəm. 39 müştəri qəbul elədik. Bir dənə yanlış bəlgəmiz oldu. Qazanımız 556 dollar. 10-cu gün yekunlaşdırdıq. 11-ci günə keçdik. Tekilamız. Mən niyə qaldım orada? Rəfə hara qoyum? Onu götürə bildik. Bunu qapının yanına qoysaq daha yaxşı olar. Müştərilərimiz var. Buradan seri çıxar. Belə. Son malzəməmizi də alaq. Malzəmələrdən sifariş verək. Bundan aldıq. Bir ədəd də bundan aldıq. Rəfə ehtiyacımız yoxdur. Bunlardan onsuz da satmışıq. Bir dənə bundan sifariş verək.
Bunlarda ehtiyac yoxdur. Alkollarda verdiyi opsiyon. Neyse, 100 dollarımız qaldı. Yerimizi genişləndirmək istəyərdim. Marketimizi gözəl, personal var, banka var, kredit var. Bu oyunun full versiyasını inşallah bunlara girməm. Bunlardan kanalımız telif yeyə bilər. Fiyatlar, lisenziyalar, yüksəltmələr 500 dollar. Bir dənə də yüksəltmə eləyərəm. Oyunu yekunlaşdıraram. 1500 dollar toplayaq. Marketimizi pəncərəyə dəyirim. Gəl, sən əvvəlcəlıq yerləşdirək. O birisini də bitirmişsiniz. Ay, sizə aferin. Gəl, səni buraya yerləşdirək. O birisi çipsilərimizi də yerləşdirmişsiniz. Gəlin, nə qəşək görsən. Par deyil. Neyse. Baş çıxmayanda belə olur. Mal kimi baxsın. Aha, bunu da yerləşdirdik. Bura qalıb 100 dollarımız. 100 dollar kartof sipariş verək. Bu sulardan, Pepsi'dən, sudan, zaddan sipariş verək. Hər nə karədir, müştərilərimiz şikayət eləməsin. Ucuz mallardan sipariş verək. Çünki bunlar marketin ucuz məhsullarıdır. Amma faydalı məhsullardır. Bunlardan sipariş verim mi? Bilmirəm. Vermirəm. Bugün bunları sataq yetər bizə. Burada bu şərabdan var, dolu. Gəl görək. Bizim kartof çipsimiz. Gəl. 2 dənə qaldı. Eyb yox, sən də gəl. Gəl, at. Tax, sənin zibil qabına geçsin. Hepsimizi də götürək, yerləşdirək. Hara yerləşdirək, bura yerləşdirək. Sən onsuz azlıq təşkil elədin. Vanapımızı da götürək. Vanap var idi, neysə olsun. Çoxluğun ziyanı yoxdur. Satarıq. Bəlkə vanapı ən ucuza qoyaq, sataq bir. Yox, satmayaq. Əziz dostlar, bax, bugün marketimiz super vəziyyətə gəldi, çatdı. Marketimiz super vəziyyətə çatdı. Hər şey əladır, hər şey olduğu kimi yerindədir. Burada acil düyməmiz var, acil nəsə olarsa marketdə olur, baş verərsə onu basarıq. Nəysə. Marketimiz hər şey yerindədir, bütün məhsullarımızdan var. Azla nə idi? Hər şeyimiz yerindədir, likör storyimiz, likör bazarımız açıqdır. Bu bizim şəhərimizdir, müştərilər boldur, insanlar çox görsənir bugün. Şəhərdə kamyoncu qardaş, sən niyə qalmışsan buradan? Bir dənə Pepsi'yə görə, ya Fanta'ya görə. Gəl, səni də yerləşdirək bura. Çıx get. Bax. Bax, bu xanımı təzə görürəm. Bunlar hamısı bizim müştərimiz olacaq. Deməli, lisenziyaları açdıqca yeni müştərilər gəlir. Şəhərə bax, qaynayır şəhər insan əlindən. Adam burada olub gəzmək istəyər. Ay maşallah. Gör nə qəşək görsənir. Bura baxın. Bu evə gəlib gedən yoxdur. Yaşlılıq otluq basıb. Yəqin orada qalan yoxdur. Bax, nə gözəl mənzərə. Şəhərin mərkəzidir sanki. Uzatmadan gedirik, marketimizi açırıq. Bu gələn müştərilərin hamısını qəbul edirik. Bunlar bizim marketimizə hücuma keçəcəklər. Bir dənə baxın, qıraqdan izləyin, baxın. Baxın. Bax. Yeni müştərilər, yeni simalar, yeni üzlər. Çox yaxşıdır, çox qəşək görsənir hər şey. Hər yerdən, hər çeşid, hər birlikdən insanlar var. Bax, marketimizi kənardan izləyirik. Çox yaxşıdır. Vav, buna baxın. Şəhər ot tutub yanır, insanlar hər yerdədir. Ayaq səslərinizi eşidirəm.
Vay 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 vay. Ha, bakın güzelliğe bakın. Güzelliğe bakın. Daha çok gelin gelin. İndi görək biz buradan nə qədər pul götürürük. 45 dollarımız var. Bop. Getdik. Sürətlənək. Sənə içkiləri vermirəm. Təəssüf eləyirəm gözəl xanım. Melvan. Melvan bəy, sağ olun. Bizi seçdiyiniz üçün təşəkkür edirik. Kendisi çok çok çok. Tamam, ay buyur. Bizim en pahalı şeylerimizden sipariş verdik. Size teşekkür edirəm. Sənə də teşekkür edirəm. Gəl sənə də teşekkür edeyim. Bəlkə yanlış göndər. Ay can, səhv elədik. Eyb yoxdur. 2006 yox. Səhv eləməyəcəm. Səhv. 382 dollarımız var. Şəhər ot tutub yanır. Bizim müştərilərimiz amma daha az. Bu nədir burada? Nədir burada? Bunu kim qoyub bura? Bilmirəm. Kim qoyub? Kim gətirib bunu? Biri mənə izah eləsin. Mən bura qoya bilərəm bunu. Bax, qoya bilmirəm. Bəs bunu bura kim gətirib? Hey, sən gətirmişsən? Sənin nə günahın var, ey? Nədir bunu? Bunu onda rəflərə yerləşdirək də. Bunun nə var ki? Al, döndür, iptal. Yerləşdir bura. Nədir, heç bilmirəm. Pivət də yəqin ki. Melvan bizi niye alladırsan Melvan? Aminya. Teşekkür. Sağ olun. Diana Hanım. Bir daha gözləyirik. Lauren Hanım. Parıldayırsınız. Gözəllik, nur saçırsınız. Richard. Üzr istəyirəm. Hapşırmağım, haçkırmağım geldi. Tamam. 500 dolar. 500 dolarımız var. Marketimizi böyle lisenziyalar. Lisenziyalarda da yükseltmelerde telefon istemiyorum böyükler. Bu da en son versiya geldi. En son hala geldi. Heyecanlıyım ki görən market ne kadar böyüyüb. Daxil olaq. Arka tarafa böyüyüb. Olsun. Çok qəşəng oldu. Fiona. Tedbir yanında müştərilərimizə diqqət yetirməyə çalışıram ki, onların narazılıqları, olduqları bir şey var mı? Bunu götürə bilmirik. Yəni, bax, bunu ala bilmirik ki, əlimizi aparaq yerləşdiriyoraq. Bu gərəkliklərin hamısı boşalaq ki, biz onları aparaq arka sıradan daha gözəl düzək. Belina. Hadi. 236 dolarımız var. Daha artıq bu oyunun finalına çatdıq dostlar. Çünki bizim artıq pul xərcləməyə, yeni bir şey görməyə bir şeyimiz qalmır. Bu biznesin, ay. Olur belə səhvlər olur. Qətiyyən üzülmək olmaz. Bax, bu oyunun sonuna çatmışıq. Artıq görəcək bir işimiz qalmayıb. Hər şey yekunlaşıb. Bax, bu oyun biznesin, oyun simülyasiyasının sonuna gəldik. Məncə çox qəşəng keçdi, əyləncəli keçdi. Vaxtımız da artıq dolub. Saat 5'dir. Bugün son günümüzdür. Dostlar, sizi yenə də gözləyəcəyik. Sizinlə alış-veriş etmək, sizinlə işləmək çox gözəl oldu. Neyse, sizinlə işləmirik, sizinlə müştəriyik biz. Müştəri. Amma olsun da, neyiniyək, belə dedik. Bax, marketimizdə bax, belə yekunlaşdı. 732 dollar görürük. Bu bizim bəlkə də rekor gördüyümüz puldur.
Belki de yok. Belki. Belki. Buna bak. 810 dolar oldu. Saat 7 tamam oldu. 8'e rəlliyer, saat 9'da marketimiz bağlanır. Marketimiz bir neçə gün, bir neçə vaxt bağlı olacaq. Ona görə əziz müştərilər, əziz sakinlər, əziz bu küçənin adı nədir bilmirəm. Əziz bu yerin sakinləri, sizdən sağollaşıram. Gələn görüşlərə qədər hələlik deyirəm, sağ olun. Bizi seçdiyiniz üçün Olivier. Saat 8'de 9'a keçir. 1000 dolar gördük. 1000 dolarımız var. Biz bu pulu alıp çıxırıq aradan. Ey məni yaradan. Tak alan. Vay hamısı iskiymiş ki. Qeyri. Bizi ziyana salırlar bax həmin insanlar. Bu oyunun səhvidir, görməlidir. O gedən məhsullarımız, bax bizim lazım olmayan rəfimiz orada olan lazım olmayan rəfimiz satılmalıdır, ikinci ələ verilməlidir. Bu oyunun inşallah ikinci tam full versiyası çıxdığı zaman Laura xanım. Laura xanım, bu nə məsələdir? Belgeye yanlış. Ay vay be. 54 müşterimiz oldu. 54 müşteri yola saldık. 3 tane yanlış belgemiz olsun. Hal-hazırda 1335 dolarımız var. Bu oyunun her bir şeyini asla oynadık. 11. günde oyun bitti. Neçə saat oldu? Yəqin 3 saat olar ki biz bu oyunu oynamışıq. Belki de daha az 2 saat yarım. Ama oyun çok yaxşıydı. Yeni versiyada marketin adını değişmek, biraz daha işçilerimizin olması, depomuzun biraz daha keyfiyetli olması. Çünkü bu depo değil. Bu depo değil ki. Bu deponun yani məhsullar işçilər gətirib depoya yerləşdirməlidir. Biz öz mağazamızda oturup burada iş görməliyik. Biz müdürük. Biz bu işi açdıq. Biz bu işi açdıq. Biznesini yaratdıq. Və gəlir əldə elədik. Sərmayəmiz bura girərkən 100 dolar, 150 dolar belə var idi. Dəqiq xatırlamıram. Amma bugünkü gündə biz əziyyətimizlə bu yerlərə gəldik. Sağ olun ki bu əziyyətimizə qiymət verdiniz, dəyərli sakinlər. Bizdən alış-veriş etdiniz. Biz qiymətlərdə baha oldu, evi yoxdur, daha olan oldu, keçən keçdi. Heç bir şey. Sizdən sağollaşıram. Boğazım tutuldu. Əziz izləyicilərim, sizdən bugünlük sağollaşıram. Salamat qalın. Gələn görüşlərə qədər, gələn videomuzda inşallah daha yaxşı bir video tapıb çəkərik.